Word proqramına mətin qutuları və Word art əlavə etmək olar ki, bu özelliklər sizin mətninizdə hər hansı bir hissənin hərəkətinə və mətin qutusu əlavə edilərkən yazılan simvolların ölçülərin dəyişməsinə və format olunmasına xidmət edir. Bu dərsimizdə sizə mətnin hər hansı bir hissəsinə mətin qutusu əlavə etməyin və onun üzərində müxtəlif dəyişikliklər aparmağı, həmçinin WordArt əlavə edib onu format etmək üsullarını öyrədəcəm. İlk olaraq mətn əlavə etmək necə olur, onu göstərim. Bunun üçün əlavə et vərəqinə gedərək, buradan mətn qutusunu seçdikdə müxtəlif seçimlərlə qarşılaşırıq ki, hansı ki, istədiyimiz birini seçərək biz mətn qutusunu avtomatik olaraq əlavə edə bilərik. Lakin mən mətn qutusunu özüm çəkmək istədiyimdən, burada mətn qutusu çək əmrinə daxil olaraq hər hansı bir hissədə mətn qutusunu çəkirəm ki, bu da mouse'un sol düyməsini basılı saxlamaqla həyata keçirilir. Və bundan sonra mətn qutusumuz artıq hazır olur və içərisinə istədiyimiz kimi yazı yaza bilərəm. Error yazısını yazdıqdan sonra bu yazı üzərində müxtəlif dəyişikliklər edim. İlk olaraq şriftini dəyişim. Məsələn, bu şriftə qoyduqda, ölçüsünü dəyişdikdə və daha sonra mərkəzə doğru mətni düzləndirdikdən sonra artıq görürsünüz ki, mənim mətn qutum üzərində yazdığım yazılar müxtəlif funksiyalar vasitəsilə format olunmuş oldu. Siz mətn qutunuzu hərəkət etdirə və yaxud da ki, ölçüsünü dəyişə bilərsiniz. Mətn qutusunu hərəkət etdirmək üçün sadəcə olaraq sərhədinə klik etməklə səhifənin istənilən yerinə mətn qutusunu hərəkət etdirə bilərsiniz. Gördüyünüz kimi mətn qutusunun yeri dəyişmiş oldu. Ölçünün dəyişdirilməsi isə fiqurlarda olduğu kimidir. Ümumiyyətlə, mətn qutularının funksiyaları Word-də olan fiqurların funksiyalarına çox oxşardır. Ölçünü dəyişmək üçün sadəcə olaraq soldan və yaxud sağdan və yaxud da ki, sağlardan müxtəlif ölçüləri qoya bilərik. Biz mətn qutumuzu daxil etdikdə gördüyünüz kimi avtomatik olaraq format vərəqi yaranmış oldu ki, bura klik etməklə mən fiquru redaktə edə və üslublarını dəyişdirə bilərəm. Fiquru redaktə etmək üçün fiqurlar əlavə et qrupundan fiquru redaktə et əmrini seçməklə fiquru dəyişdir seçimindən burada müxtəlif fiqur formalarından birini seçə bilərik. Məsələn, fiqur formasını bu cür seçdikdə və mouse'un sol düyməsini kliklədikdə artıq görürsünüz ki, fiqurun forması dəyişmiş oldu. Fiqur üslublarında isə bütün seçimlərə baxmaq üçün bu düyməni basdıqdan sonra müxtəlif seçimlər görürəm və buna klik etməklə artıq fiqur üslubunu da dəyişmiş oluram. Fiquru müxtəlif rənglərlə rəngləmək üçün burada rəng seçimləri vardır. Məsələn, mən bu rəngi seçdikdən sonra mouse'un sol düyməsini kliklədim və fiqurum yeni bir rənglə rənglənmiş oldu. Fiqurun konturu isə fiqurun sərhəddinin rəngini təyin edir ki, məsələn, mən sərhəd rənginin bu cür olmasını istəyirəm və mouse'un sol düyməsini kliklədikdə artıq sərhəd rəngi də, yəni konturda dəyişmiş oldu və qalınlığı da dəyişməklə mən kontur rənginin daha yaxşı görünməsini təmin edə bilərəm. Fiqur üçün müxtəlif effektlər vardır. Bu effektlər gördüyünüz kimi bu menyuda yerləşir ki, bunlar kölgə, əks olunma, parıltı, həcmli çərçivə kimi effektlərdir. Mən 3 ölçülü döndərmə effektlərindən birini istifadə edəcəm. Məsələn, bu effektdən istifadə etdikdə gördüyünüz kimi artıq fiqurun 3 ölçülü effekti dəyişmiş oldu. Bundan başqa 3 ölçülü döndərmə effektlərində əlavə seçimlər də vardır ki, bura klik etməklə siz 3 ölçülü format və 3 ölçülü fırlanma effektlərini də dəyişə bilərsiniz. Məsələn, materialı müxtəlif cür qoymaqla bağla düyməsini basdıqda gördüyünüz kimi artıq bizim 3 ölçülü seçimimizin materialda dəyişmiş olacaq. İndi isə sizə WordArt necə yaranır onu göstərim. Bunun üçün Word-də yazdığımız hər hansı bir mətni seçərək, ondan sonra
Burada əlavə et vərəqinə daxil olaraq Word seçimini basmaq lazımdır. Word seçimində də müxtəlif seçimlər vardır və hər hansı birini klik etməklə siz Word funksiyasını aktiv etmiş olursunuz. Mən mətni bir daha seçim və bundan sonra Word seçimindən hər hansı birinə klik etməklə görürsünüz ki, mətni Word tipində yazmış oldum. Və Word-da da həmçinin mətn qutusunda olduğu kimi onun ölçüsünü dəyişə, bunu sağ küncdən, sol küncdən və yaxud da ki, hündürlüyündən və ya enindən edə bilərsiniz. Eyni zamanda onu hərəkət etdirmək mümkündür. Həmçinin sola sağa döndərmək özəlliyi isə gördüyünüz kimi bu işarə vasitəsilə yerinə yetirilir ki, mouse'un düyməsini basılı saxlamaqla onu müxtəlif istiqamətlərdə hərəkət etdirə bilərəm. Və yenidən bu Word seçimimi daxil etdiyim fiqurun üzərinə gətirmək istəyirəm. Bunun üçün onu hərəkət etdirərək üzərinə gətirirəm. Word üçün də müxtəlif effektlər vardır ki, bu isə Word üslubları qrupunda yerləşir. Hansı ki, biz rəngini dəyişə bilərik. Məsələn, gördüyünüz kimi göy rəngi dəyişmiş oldum və mətnin konturunda müxtəlif rənglərlə dəyişə bilərik. Həmçinin burada gördüyünüz kimi müxtəlif effektlər də verə bilərik. Bu dərsimizdə sizə mətn qutuları və Word haqqında ümumi və əsas anlayışları verdim. Gələn dərslərimizdə görüşənə qədər.